Qeyd etmək istəyirəm ki, Gürcüstan azərbaycanlılarının bir çoxu başqa ölkə vətəndaşlarıdır. Baxmayaraq ki, onlar öz doğma vətənlərinə qayıdırlar xarici vətəndaş kimi, onların da sığorta alması vacibdir. Və bir çoxları sual verir ki, əgər mənim Gürcüstanda yaşama icazəm varsa da, bu ölkədə doğulmuşamsa da, mən tibbi sığortadan istifadə etməliyəm, yoxsa yox? Gürcüstan polisi, yəni sərhəd polisi hər bir xarici vətəndaşdan tibbi sığorta haqqında, yəni məcburi tibbi sığorta haqqında məlumat almaq hüququna malikdir. Ola bilsin kiminsə oturma izni var, ola bilsin kiminsə yoxdur. Gürcüstan qanunvericiliyinə görə bu kimi şəxslər də xarici vətəndaş kateqoriyasına malikdirlər. Təklif olunur ki, Gürcüstana gələn xarici vətəndaşlar tibbi sığortanı Gürcüstanda olan müəyyən tibbi sığorta şirkətlərindən alsınlar. Çünki həmin sığorta gürcü və ingilis dilində olduğuna görə Gürcüstanda olduğunuz müddətdə ondan rahat şəkildə istifadə edə bilərsiniz və Gürcüstanda olan tibbi müəssisələrdən əlverişli şəkildə əlçatan şəkildə istifadə edərsiniz və eyni zamanda sizin onlara təqdim etdiyiniz, sərhəd polisinə təqdim edəcəyiniz həmin tibbi sığorta sərhəd polisi üçün də aydın olacaq. Əgər sizə tibbi sığorta lazımdır və eyni zamanda bunun ətrafında suallarınız varsa, bizə müraciət edə bilərsiniz. Sizə dəstək olmaqdan, kömək olmaqdan məmnunluq duyarıq.